Salam əziz izləyicilər, bugünkü avtomobilimiz Chelsea-yə aid olan Amoda C5 avtomobilidir. Deməli, belə bir problemlə yaxınlaşıb ki, cihazlar panelində belə bir işarə var. Bu işarə Distronic-in işarəsidir. Deməli, xəta kodlarında nə var? FRM, Front Radar Modul. Bu isə Distronic-dir, yəni avtomobillərin bir-birinə olan məsafəsini ölçür. Deməli, burada cannot communicate with it. Deməli, bunda problem var. Buna qoşula bilmir. Belə mənim nə vecimə? Əziz izləyicilər, bu avtomobilimizin sxemidir. Deməli, front microwave radar, bu FRM-dir. Deməli, 8-ci ayaqda baxırıq görək, burada plus 12 volt var, yoxsa yox? 12 volt yoxdur. Deməli, bizdə qan xəttləri yerindədir. Gövdə yerindədir. Bizdə problem 12 voltluq naqildədir. Bəxtimizdən belə bir yerdə çıxdı. İndi bunu bir-birinə birləşdirib Distronic-i qoşandan sonra da sizə xəta kodlarını göstərəcəm. Əziz izləyicilər, hər şeyi qoşmuşuq orada. Plus 12 voltdur. FRM-in özünü də qoşmuşuq. Deməli, burada FRM-in özü elə bil nətər deyə ailəyə döndü. Hoş gəlmisən. Sağ ol. Hoş gəlmisən. Eşq olsun. Bizdəki avtomobilin problemi FRM-ə gələn 12 voltun qırılması idi. Diqqətiniz üçün təşəkkürlər.